Korrupsionerlərin bir yaxşı işi odur ki, uşaqlarını onlarda xaricdə oxutdurmağa başlayıblar. Həmin o korrupsionerlərin övladları, yaxınları, onların himayəsi ilə gedənlər, neft pulunun hesabına dövlətin himayəsi ilə təhsil alan insanlardan istifadə edirlər siyasi maraqlarla. Amma bir də var, dünyada səpələnmiş, həqiqətən Azərbaycanın təəssübünü çəkən, həqiqətən bu ölkəni yaşamalı bir ölkəyə çevirmək istəyən insanlar, o insanlar bizə dəstək verirlər, sağ olsunlar, axırıncı dəfə Stokholmda gözəl bir aksiya keçirdilər, ondan əvvəl Strasburgda, Vaşinqtonda belə aksiyalar olmuşdu. Mən çox istəyərdim ki, Avropanın bütün şəhərlərində belə aksiyalar keçirilsin. Bizim belə bir dəstəyə ehtiyacımız var. Azərbaycan diasporası azadlıqlardan istifadə eləsin. Onların ki, qarşısını polis kəsmir. Onlar ki, bu aksiyalara görə döyən, həbs edən, cinayət işi qaldıran yoxdur. Bizim gözləntimiz var. Onların da səsini eşitmək istəyirik. Dünyanın hər yerində olan Azərbaycanlılar, Azərbaycanın həm ucqar kənd rayonlarında yaşayan insanlar, həm Bakıda, həm də bütün dünyada yaşayan insanlar ölkədə dəyişikliklər naminə sual verməlidir ki, mən nə edə bilərəm və nə edə bilərsə onu etməlidir. Əli Həsənov müsahibə verib Yenilik internet qəzetinə və orada həmin müsahibədə o müxalifət partiyalarının heç bir sosial dayağının olmadığını bildirib. Azərbaycanda radikal müxalifətin heç bir ciddi sosial dayağı yoxdur. Azərbaycan hakimiyyətinin cəmiyyətdə dəstəyi yetərincədir. Bakı şəhər sakinləri radikal müxalifəti kifayət qədər dəstəkləmir və belə müxalifətçilik iflasa məhkumdur. O deyib ki, nə də xaricdən sizin, xaricdə də bunlara etiraz edən hansı dairələr var, xaricdə Azərbaycanda hökumətin dəyişməsində maraqlı olan hansısa dairələr ola bilər, amma bütövlükdə bu müxalifətin nə daxildə ciddi sosial dayağı var, nə də xaricdən müxalifəti ciddi qüvvələr dəstəkləyir. Belə bir fikri də Əli Həsənov bildirib öz müsahibəsində. İmkanınız olsa Əli Həsənovdan soruşun ki, bu müxalifətin sosial bazası yoxdur, nə daxildə dəstəkləyirlər, nə xaricdə dəstəkləyirlər. Niyə bu təlaşı keçirdirlər, nə istəyirlər bu millətdən, onda bu söyüş maşınlarını söndürsünlər, bu adamlara rahatlıq versinlər, bu panikadan qutarsınlar. Nə isterikadır bu belə? Niyə bu 10 minlərlə polisi tökürlər şəhərin küçələrinə? Bir halda ki, müxalifətin nə daxildə, nə xaricdə dəstəyi yoxdur. Bizim hələ müxalifətin dəstəyi yoxdur, bunlar bu gündədirlər. Dəstəyimiz olsa nə eləyərlər ki? Və Kamal soruşur, Kamal deyir, hər şey Sumqayıtdan başlayır. Bu barədə fikriniz nədir? Xeyli dərəcədə razıyam. Hər şey olmasa da, amma əminəm ki, Sumqayıtın Azərbaycan üçün mühüm önəmi var və xüsusilə də indi aparılan bu azadlıq mübarizəsinin mərkəz nöqtələrindən biri Sumqayıt olmalıdır. Sizinlə razıyam. Siz də hərəkətə keçin, biz də əlimizdən gələni eləyəcəyik. Və belə bir sual var, bir neçə dəfə təkrarlanıb sizin pasportunuzla bağlı, yəni xarici çıxışınızın olmaması. Bu, yəqin ki, bu hansısa problemlər doğurur sizdə. Pasportun alınması ilə bağlı. Sizin artıq var mı pasportunuz? Xeyr, artıq 6-cı ildir ki, mən pasport ala bilmirəm və mənə elə gəlir ki, hamıya aydındır ki, niyə görə mənə pasport vermirlər, mənim xarici görüşlərimdən ehtiyatlanırlar, xarici səfərlərimdən ehtiyatlanırlar. Mən demək olar ki, bugün dünya miqyasında çox nadir siyasətçilərdənəm ki, hətta bu bütün qeyri-demokratik ölkələrdə də belə sanksiya yoxdur ki, müxalifət liderlərini pasportdan məhrum edərlər. Ona görə mən başqa adam tanımıram özümdən başqa ki, bir dünyada müxalifət lideri olsun ki, onun pasportu olmasın. Bu mənada Azərbaycan bir ilkə imza atıb, dırnaq arası və çox təəssüf ki, negativ bir ilkə imza atıb. Bütün dünya narahatsızlığını ifadə edib. Avropa Şurasının bir neçə qətnaməsində, ATƏT-in hesabatlarında, Amerika Dövlət Departamentinin insan haqları hesabatlarında bu məsələyə münasibət bildirilib. Azərbaycan hökuməti məqsədyönlü şəkildə məni pasportdan məhrum edib. Rəşad Sadıqov soruşur ki, Həsən bəyin sağlıq durumu necədir? Xaricdə olan siyasi mühacirlər ona şəffaf dinləyir, belə yazır. Sağ olsun Rəşad bəy. Həsən bəyin, bütün bilirəm çox adam narahatdır. Həsən bəyin səhhəti ağır, amma sabitdir. Sabit ağır olaraq qalır. Yəni son 2 gün ərzində xüsusi ağırlaşma yoxdur, amma
Həsən bəyin səhhətinə, həyatına təhlükə çox realdır. Mən bu fürsətdən istifadə eləyib Azərbaycan hökumətini məsuliyyətli olmağa və Həsən bəyi xilas eləmək üçün mümkün olan bütün addımları atmağa çağırıram. Güllü Cihangir yazır, Əli bəy İsveçdən sizə bütün ailəmin adından salamlar göndərirəm, sizə güc qüvvət arzu edirəm. Şənbə günü Stokholmu sarsıtdıq, Azərbaycan qışqırdıq, himni oxuduq. Biləsiniz ki, bizə dəstək çox oldu, amma çoxsu o mitingə gəlməyə qorxdu. Qoy Ceyhun Osmanlı yalan danışmasın, bizə heç kəs pul verməyib, özümüz İsveçin orasından burasından Stokholma üzü tutduq. Mən özüm anamla birgə 600 kilometr yol getmişəm. O vaxtaca mübarizə aparacaq ki, Azərbaycanda yaşayan sadə Azərbaycanlıların yaşayış səviyyəsi və insan hüquqları İsveçdə yaşayan Azərbaycanlıların səviyyəsinə çatacaq. O gün olacaq, o gün gələcək, biz də o günü görəcəyik. Həmvətənlərimə isə üzümü tutub demək istəyirəm ki, öz haqlarını qorumağa qorxmasınlar, bu rejimə yox desinlər. Ümumiyyətlə, xaricdən oturub burada mitinglərə çağırış edənlər barədə çoxlu müzakirələr getdi və siz necə yanaşırsınız bunu? Yəni, hansısa bir bu xaricdə, yoxsa ölkənin içində hansısa fərq varmı sizin üçün? Qətiyyən, bu vətən bizim hamımızındısa, niyə görə o adamların hansısa hüquqları məhdud olmalıdır? Bir. İkincisi, o gedənlər axı yaxşı gündən getməyib. Onlar dözə bilməyiblər. Burada ya iqtisadi çətinliklərə, ya siyasi çətinliklərə, özlərini realizə eləyə bilməyiblər, ən azı. Bu ölkədən gediblər. Amma onların vətəni Azərbaycandır. Onlar istəyirlər ki, Azərbaycan elə bir vəziyyətə gəlib çatsın ki, onlar Azərbaycanda yaşaya bilsinlər, övlad böyüdə bilsinlər, övladlarını bu ölkəyə tapşıra bilsinlər. Ona görə bu tamamilə normaldır. Bir də ki, açıq demək lazımdır ki, bütün dünyada bu belədir də. Mübarizə aparan xalqların diasporası bu mübarizənin əslində önündə olur. Çünki onlar Avropa dəyərləri ilə yaşayan insanlardır. Onlar azadlığın nə olduğunu bilirlər. Onlar hüququn aliliyinin nə olduğunu bilirlər. Ona görə də diasporanın bu prosesdə iştirakı tamamilə məqsədə uyğundur. Hətta biz daha aktiv iştirakını gözləyirik və yeri gəlmişkən Güllü xanıma təşəkkür edirəm və hesab edirəm ki, onun anası ilə birlikdə etdiyi o fədakarlıq 600 kilometrdən o aksiya gəlməzi yəqin ki, Avropada yaşayan çox Azərbaycanlını mütəəssir etdi. Bəzilərini biraz da utandırdı. Ümid edirəm ki, onlar bu fədakarlığı təkrar eləmək barədə düşünəcəklər. Yeri gəlmişkən birisi marşarıdı dinləyicidən ki, rayondan Bakıya gəlməsi üçün avtobuslar təşkil edə bilərsinizmi insanların? Çünki çoxunun yol pulusu belə yoxdur. Çox təəssüf ki, biz bunu təşkil edə bilmərik. Birinci, ona görə ki, bizim özümüzün pulumuz yoxdur ki, avtobusları belə deyək ki, pulunu ödəyək. İkincisi, avtobusların qarşısı alınır. Kim gəlmək istəyirsə, arzu olunandır, gəlsinlər. Amma onları avtobusla kimdir buraxan? Bir təhər çalışıb başqa üsullar tapsınlar. Mən indi buradan efirdən demək istəmirəm. Çünki yollar bağlanılır, nəzarət olur. Ona görə də bir forma tapsınlar, özləri gəlib bu mübarizəyə qoşulsunlar. Təşəkkür edirəm və son məlumatı çatdırıram. İctimai Palatanın 2 aprel mitinginin iştirakçıları ilə bağlı məhkəmə prosesindən məlumat verilir. Aprelin 2-sində keçirdiyi aksiyaya görə saxlanılan Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Ölkə qəzetinin müxbiri Cavid Mehrəliyev sərbəst buraxılıb. Bunu Media Forum saytından Cavidin anası Sədaqət Feyziyeva bildirib. Cavid Mehrəliyevin harda və niyə saxlandığı barədə onun anasına və vəkilinə heç bir məlumat verilmirdi. O, aprelin 4-də Səbail rayon polis idarəsindən azad edilib. Bir kəlmə demək istəyirəm ki, mümkündürsə siz də kömək eləyin, jurnalistlər bu araşdırmanı aparsınlar. Xalq Cəbhəsi Ali Məclisi Rəyasət Heyətinin üzvü Eldar Hüseynov 3 gündür ki, itkin sayılır, heç kim bizə izahat vermir ki, onu hara aparıblar. O cümlədən Vüqar Qədirov, Xalq Cəbhəsinin fəalı. Bu günə qədər bizə boyun almırlar ki, onları hara aparıblar, amma tutulmaqları 100%-dir. Onları kamerada Səbail rayon polis idarəsində görüblər, amma ondan sonra boyun almırlar. Mümkündürsə siz də bu istiqamətdə çalışın.